Salam Master qrupum. Bugünkü işi zirzəminin stipol radiator sistemi idi. Bura qazanxana olacaq. 2 dənə qazanın. Baza sistemi deşilib. Bu özün çıxan borulardır. Qoşulacaq. Kollektoru yığmışıq belə. Aralayıb arxasına kafelin vurulacaq. O bir tərəfindən çəkim. Yəni 4 qol radiatordur, 6 qol stipoldur. Ara qarışdırılır. Qrup qoyulub bura. Ekspert qrup. Demək burada hər hamamın aralı olduğuna görə hamamlar bir-birinə ayrı-ayrı dövriyyə xəttləri vermişik. Soyuq su, isti su, 2 dənə isitmə sistemidir, qoşulacaq. Burada həyətdə bulaq var. İsti su dövriyyə xəttidir. Burada da isti su dövriyyə xətti, oksigen soyuq sulardır, 40-lıq. Burada həyətdə hovuz var. Esenjör qızdırma xətti vermişik 40-lıqla həyəti hovuzuna. Burada 100 litrlik bir dənə raşiritil qoyacağıq. Burada 300 litrlik boiler qoyulacaq və esenjörlə, qızdırıcı esenjörlə isti suyun girişinə. Demək, hava vurduq sistemə. Radiator xəttlərdir, yəni biri burada, biri orada, biri də əks tərəfdə olacaq. 3 radiatordur, biri də o tərəfdə 4-dür. Bura, yəni ki, hündürlük yer vermədiyi üçün hündürlüyümüz azdır, yəni burada. Bura istipol verənmədi, yəni penoplast verə bilmədik, alınmadı. 1 qol, 2 qol, 3 qol, 4 yerə bölünüb yəni bura. 50 metr, 50 metr. Burada 2 yerə bölünüb. Hamam tuvaletdir, spor sayılsa da. Vedr olacaq, duş olacaq. Burada saunanın yeridir. Yəni burada ara hündürlük azdır deyənə penoplastda yer qalmadı. Bu qədər belə. Bugünkü işimiz bu idi. Ayaq əzməsin deyənə paletdə qoymuşuq bura. Baxın, buranı kəsmişik ki, hündürlüyümüz azdır burada. Məcburiyyətdən belə penafillə vurduq buranı.